olardılar. Məktəbdə də, həyətdə də. Onlar üçün yay təhsili daha maraqlı keçirdi. Qonşuluqdakı Qurban əminin bağına tez-tez meyvə oğurlamağa gedərdilər. Hər dəfə də küçədə planıdırsa, sonra bağa girərdilər. Hərdən həyətin uşaqları üçün tamaşa verərdilər. Hətta balacalar üçün kukla tamaşası göstərdikləri vaxt, böyüklər onları tərifləmişdilər. Küçədə ən varlı sakin olan Ağaçərin dayı onlara pul da verib demişdi ki, ürəyiniz nə istəyir, alın. Bütün işlərdə başçılığı Azər edərdi. Onun sözünü hər kəs dinlər və əməl edərdi. Azər çox gözəl təşkilatlı idi. Hamı inanırdı ki, Azər gözəl mütəxəssis olacaq. İllər keçdi. Təhsil aldığı üçün onu tez-tez müxtəlif şəhərlərə göndərilirdi. Sevinç ailə qurmuşdu. Bakıda yaşayırdı. Çocuğun xarici təhsil almağa göndərilmişdi. O əla tərcüməçi idi. Cümlər isə xalasının yanına köçməli oldu. Xalasının həyat yoldaşı dünyasını dəyişdikdən sonra qadın tək qalmışdı. Uşağı da olmadığına görə anası məsləhət gördü ki, Cümlərə qoyaq, Bakıya göndərsin. Onsuz da evdə 7 nəfər idilər. Yaşamaq çətindir. Azər atasının ölümündən sonra işləmək üçün başqa ölkəyə getmişdi. Ondan xəbər ətəri yox idi. Yenə yay idi. Cümlər atası geri dərməyə getmişdi. Küçəyə dönəndə hər zaman olduğu kimi gözü uşaqlarla birlikdə düzəltdikləri skamyası daşdı. Onun üstündə bir nəfər oturmuşdu. Arı, uzun, saqqalı, qara şalvar köynəklər, əlindəki siqareti soxurur və tez-tez öskürürdü. Cümlər keçib etmək istəyəndə o adamın ona diqqətlə baxdığını duydu. Cümlər, biz onu tanıya bilmirdi. Mən tanımadım Cümlər. Ay Astacə. Azər, sən busan? Astacə sözünü ona uşaqlıqdan Azər deyərdi. Hər dəfə hardansa qaçmalı olanda geri qaldırdı üçün. Azər, sən nə qədər dəyişmirsən? Sənsə heç də yox. Cümlər qısqamya dəyişdi. Qaçan gəlmirsən? Bir həftə olar. Bir şey qazana bildin mi, Azər? Hamı səndən nigaran idi. Axı niyə bir xəbər demirdin? Anan elə pis olmuşdu ki, uzun söhbətli Cümlər, sən nə edirsən? İşləyirəm. Deyəsən elə sularında daşlatmamısan. Cümlər uşaqlıq dostundan bu sözü işləndə qızardı. Həmişə Azəri özünə böyük qardaş bilmişdi. Cümlər cilid 5 bacı idilər, qardaşları yox idi. Yaxşı, gedək bizə, atamgillə görüşək. Görüşmüşəm Cümlər, sən get. Mən də gedim, biraz Qurban əmiyə kömək edim, ağaclar üstünəyə. Kişi yaman qocalar. Azər çox dəyişmişdi, kiçilmişdi, yadlaşmışdı. Bircə gözləri qalmışdı o illərdə. O gözlərdə də bir çəbər, bir acılıq vardı. Cümlər Azərlə görüşdüyünü evdə danışanda da ata-anasının, bacılarının simasında bir doluluq gördü. Yəqin Nübar xala evləndilər Azəri. Hə, ana, Azər əvvəlki kimi deyil. O zəhrimardan çəkir, təmiz dəyişilir. Atası ağır-ağır dilləndi. Sən də onun o çox ünsiyyət saxlama. Hərə bir söz deyər. Cümlər dəhşətə gəlmişdi. Onlar bu sözü necə eləyə bilərdilər? Bəlkə salamını vermək, ata. Yoxsa Azər daha adamı yox. Biz sənə nə deyirik? Azəri biz nə şahır eləmişik? Məsələ Azərin nə şahır olmağında deyil, ata. Məsələ ondadır ki, siz ona stresli baxırsınız. Neyləsinlər qonşular? Ana, axı Azər bu məhəllənin uşağıdır. Həm uşağın işinə can yandırır. Bütün zamanları başına yarıb işləri yoluna qoyur. Onun qorxusundan məktəbdə heç kim məhəllənin qızlarına söz verilməzdi. Heç yadından çıxmaz. Olimpiadada yer tutduğumuza görə bizə uşaqlar verəcəkdilər. Azər ayaqqabını qorxmuşdu. Bir də gördüm ki, Azər yoxdur. O boyda yolu qaçıb bacısının ayaqqabısını gətirmişdi ki, səhnəyə çıxanda ayaqqabının qorxduğunu görməsin. Cümlər daha sözlərini deyə bilmirdi. Onun sözləri hamını təsirləndirmişdi. Biz ona kömək etməliyik, ata. Qoşulduğu adamlardan uzaqlaşdırmalıyıq. Pul yığıb müalicə etməliyik. Bilmirəm, amma nəsə etməliyik. Ata, nə olar? Yadımdadır, həmişə bizi danlayı deyərdim ki, sizin içinizdə adam olsa, bircə azalacaq. Qadındadır, qadındadır. Amma hərə başını bitər dolandırır. Tər sözünü yapışdığımıza görə, ağlar kimi oğullarımız əlimizdən gedir. Günlər qapını sıxdıq və getdik. Dərsə onların evinə çox yoxun idi. Sahilə indi, hünkürə ağladı.
Azəri dil olduğu bütün uşaqlar vaxtlarını, vaxtlarını biz görsün. Ömrü qalmalıyam, qalmalı yaratacaqlar. Sizlərə salam. Teşekkürler, sağ olun. Bir yaşım vardı ve məhəlləmizdə olan bir oğlan üçün yazmışdım həqiqətən. Və çox təsirli həyatımda bir travmalardan biri olmuşdu ki, oğlan həqiqətən olimpiyada qayıdılmışdı coğrafiya üzrə. Sonra dünyasının bayaq İslam müəllimliyi kimi tez dəyişdi. Və mən tam tərəfdarıyam, ümid işığı qoymayaq. Hamıya deyək, narkomaniya yoxdur, sağalmır. Sağalandı da ölümdür onun, müəyyən müddətdir. Və bugün mən daha çox bu müəllim kimi maraqlıyım. Bugün əgər bir təsiri istər, təbii ki, kiçik və gənclik yazılan hekayədir, mükəmməl bir əsər deyil. Amma bugün mənim müəllim kimi maraq edir çox şey. Bayaq danışırsınız bəzi şeyləri. Mən çox şeydə məlumatsız şəkildə uşaqların adətən səfəndə, yarılananda baxıram, qorxuram, narahat olam. Və bayaq bizim bəyimizin sözünə qüvvətlə bir daha deyirəm ki, uşaq toplumda olanda, məktəbdə olanda biz duya bilirik. Siqaret çəkənin vaxtında kömək edirik, hansısa pis vərdiş olan vaxtında kömək edirik. Amma uşaq davamiyyət olmayanda, yanımızda olmayanda bir müəllim kimi funksiyamız itir. Ona görə davamiyyət çox önəmlidir. Bir dəfə bir dərsdə uşaqlara sual verdim, uşaqlar mənə vətən göstərin, otaqda mənə vətən göstərin. Və hər bir şey fikirləşdi. Biri dipçək günü gətirdi ki, mənim vətənimin torpağıdır, vətəndir bu. Heç unutmuram, indi oğlan artıq bir 35 yaşı olar. Yanındakı qıza əlini toxunduğunuzda ilk mənim üçün vətən olur. İlk mənim üçün hamımız vətən. Vətən üçün sərhəd, oğlan yüksək balına yüksək faktorya qəbul oldu, deyəsən başqa ölkələri və çox vətənpərvər bir insandır. Və mən onda da gənc idim və mən o cümləni şagirddən gözləmirdim. Və mənim öz yanacaq məhsul deyil. O mənim üçün sonradan bütün həyatım boyu vətən deyəndə yadıma düşdü. Dedim, mənim üçün vətən baxın müzik. Və mən bugün iştirak edən bizim təşkilatçı Mərkəz Stefaniya təşəkkür edirəm hər birinizə və gələn qonaqlarımıza bir müəllim olaraq uşaqların adından təşəkkür edirəm. Çünki biz bir-birimizə bunu deyəndə vətən oluruq əslində. Vətənimizi qoruyuruq. Və bizim şəhidimizin, bayrağımızın, vətənimizin qazanıldığı bir dövrdə hansısa bir xanım gəlir ki, gözəllik salonunda mənə arıqlamaq üçün həb verirlər. Deyirəm, sənin ağlın yoxdur. Yəni, iradəniz güclü olmalı uşaqlar. Narkomaniyaya qalib gəlməyin tək yolu ona qurşan olmalıdır. Mən bu cümləni istəyirəm, hər kəs uşaqlar üçün deyirəm, böyüklər bilir, ona qurşan olmaqdır. Qurşanın xilas olacaq, dolamsın hissiyyə söhbətləri. Hər birimizə vətən olmağı arzu edirəm, hər birimiz vətən olaq, vətəndaş olaq. Bu zaman gördüyümüz işin dəyərli olaq. Çox sağ olun, təşəkkür ederim.